Hoş gördük değerli ve aziz izleyiciler. Körpünün qar yağanda uçmuşdu, vurmuşdular, əzmişdi, əzilmişdi. Tənqid olan yerde inkişaf olur. İndi ne diyeyim, əfsuslar olsun ki, heç kim tənqidi istəmir, hamı tərif istəyir. Heç bir qurum bunu üzerine götürmədiyindən elə bunu öyle qaldı mənim üstümə. Mən də yaxın qardaşlarla köməkləşib həll elədim. Baxın, dəmirləri dərədən köməkləşirlər çıxartmağa. İndi birazdan təmir olunmuş hissəsində çəkib sizə göstərəcəm. Allah! Ağır dəmirlərdir. O baxışı da dəmirlərdir. Sağ olsun bizim cəmaət. Çox sağ olsun sakinlərimiz. Allah köməkləri olsun. Allah qollarına qüvvət versin inşallah. Ha. Gördüğünüz kimi iş gedir, devam ediyor. Güzel iş gedir inşallah. Ha, görsən zəhmətkeş oğlandım. Murabiyyəni saxlayıb çörəyin kömək edir. Allah köməyi olsun. Deməli, aziz izləyicilər, işi yekunlaşdırdıq. Sağ olsun dəstəyə gələnlər, kömək olanlar, Allah canlarını salamat eləsin. Bax, qardaş burada olur, elə nəsə quruldu elədi, götürür, saxlayır onları. Mirhəkim ustamız, Şahin Məhərrəm və digər adamlar da vardı, kömək elədilər, getdilər. Baxın, bunu qorumaq lazımdır. Elə bu cəmaatdan xahiş edirik ki, qırmaq lazımdır. Deməli, əziz izləyicilər, gördüyünüz kimi körpünü düzəltdik, remont elədik. Məsələ deməli bizim üstümüzdə qaldı. Elə biz çəkdiyimizə görə biz düzəltdik. Allah cəmiyyətdən razı olsun, Allah köməkləri olsun. Xahiş edirəm, sındırmayın. Heç olmasa belə qopardan deyəndə də bir xəbər verin, bir yerdə əl-ələ verib düzəldəyim. Çox sağ olun, var olun.